Bu İran məsələlərin qarışdığı zamanında mən zəlzələlərdən bir şeylər danışım. Sosial şəbəkələrdə gördüm ki, Azərbaycan zəlzələlərə baxdığı bir hansı ki xəbərlər verən bir şey var. Qurtulmuş kişidir, nədir var? Deyiblər ki, güya hansısa bir ekstrasens falan çoxlu zəlzələlərdən danışır falan o bu. Bəs bu baş verəcəkmi deyə. Hələ bir texnologiya varmı ki, zəlzələlərin olacağını göstərsin? Məsəl üçün bir neçə gün qabaq, bir neçə ay, həftə qabaq. Məncə belə bir şey yoxdur. Və bu da deyir ki, ekstrasenslər deyir. Arada bir dediyin düz çıxsa deyir, mən demişdim deyə başlayırdır ondan özünə reklam tutmağa. Mən o Qurtuluş bəyə demək istəyirəm ki, Qurtulmuş bəy nəsə belə bir adı var kişinin. Birincisi, Qarabağ savaşın həmişə olacaq, biz torpaqlara alacaq deyə 30 il idi. Savaşdan bir il qabaq verdiyim proqnozlar bu olacaq və bir neçə illər qabaqda tarixi göstərməklə özümü tanıtmış bir ekstrasensəm. Əgər sözü o ha belə də deyib ki, güya 8 rəqəm adlandırır. Bunlar da öz aləmində sual verib ki, güya yanvarın 8-də olacaq. Hələ yanvarın 8-i filanı heç bir tarix açıqlamamışam. O yüzden Allahlıq eləmək olar, yalan olar. Mən sadəcə 8 rəqəm hiss edirəm dedim. Dedim 18-28, saat 8 civarında bal bilmirəm dedim. Belə bir büyük zəlzələni hiss etdiyimi demişəm. Bəli. Tarix deməmişəm. Amma içində bir 8 rəqəm hiss edirəm dedim bu baş verən zamanında. Bir 8 rəqəm normal hiss etmirəm dedim. Yəni 8 ətrafında baş verən bir zəlzələdən gedir söhbət. Bu 8 rəqəm həmən o zəlzələ baş verdiyi zamanında o 8 ortalığa çıxacaq nə 8 olduğunu. Baldımı, gündümü, nədirsə, saatımı. İndi mən həmən o Qurtulmuş bəyə demək istəyirəm ki, mən dünyaya gəldiyim haradasa bir 35 ildən çoxdur. Siz yadında sal ki, hələ ki 35 il ərzində heç bir böyük bir zəlzələ mən Azərbaycan içində görməmişəm. Yəni çox böyük dağıdıcı olan. Və ya maşınları aparacaq qədər böyük selləri də görməmişəm. Mən o cür bir proqnoz verirəm. Düz çıxanda arada deyə bu sözü demə. Əgər siz də bunu bir texnologiyalara, hər şey əlində olan bir adam olaraq demək istəyirsinizsə ki, bu təsadüfən ola bilər. O birisi mənim verdiyim proqnoz İran barədə, Qarabağ savaş barədə də baxın. O birisi proqnozlara baxmağa məsləhət edirəm Nadib Əlixan ofisial kanalında. Sonra əgər sözü mənə soxursunuzsa ki, ekstrasenslərə mi qalıb deyə, ekstrasenslərin Vanqalardan, Nostradamuslardan danışan, Hitlerin vaxtı ilə Nostradamusa getdiyiniz bir şeylərdə yəqin xəbəriniz var. Ha belə bizim Mövsüm ağaya da gedib ziyarətgah ora qəbul edib ölkəcəsinə, ölkə miqyasında ora gedib gələnlər də var. Onda belə şeyləri də onda inkar edək, baxmayaq, deyək ki, boş şeyləri düzdür, inanmayan zaten vardı bəzi qüvvələr, amma qəbul edənlər də var. İndi ekstrasensorika dünya üzərində bunu bir çox hisslərin varlıq olduğunuzu sübut edən bir çox amillər var. İndi bu hisslər kimlərsə istifadə edib, yalan danışıb pul qazanmaq yoluna çöndərirsinizsə, bundan mənə nə? Yaşayarıq, baxarıq. Mən dediyim düz çıxsa, o sizin zəlzələrin, məkanların, o işin başına gərək mən keçim, siz yox. Əziz gözəl dostlar, olmasın. Amma hər kəs İranın gərginliyindən danışdığı zamanında mən dünya üzərində baş verəcək böyük təbii fəlakətlərdən danışıram. Çünki savaşın hal-hazırda İran üzərində gedən gərginliklər və bundan əvvəl Balinadan danışan vaxtında İran sancayacaq demişdim mən Nadim. İranı ilan sancayacaq. Bir gün səhər açılacaq, biz görəcəyik ki, İran cəmaatı ora bura qaçır. Bunu deyən oğlan, Qarabağ savaş, bir çox bu proqnozlar deyən adam, Qarabağ futbol klubunda baxmayaraq çox çətin bir mərhələsinin içindədir. Çünki hal-hazırdakı durum bir çoxları inandıra bilmir ki, Qarabağ futbol klub Çempionlar Liqasında 24-lüyün içində qalacaq deyə. Bunun da proqnozunu verirəm.
Gəl onda yoxlayaq mənim hisslərimi. Çünki Qarabağın qabağında böyük bir güclü Eintracht və Liverpool oyunu qalıb. Hər necə olur olsun, Qarabağ 24-lüyün içinə düşəcək futbol komanda olaraq. Və bu zəlzələlər də olmamasın deyə arzu edək, istəyək, yalvaraq, okey. Amma olacaq təqdirdə necə qabağa alacaq deyə bir fikir söyləyən, bir ona yol göstərən varmı içimizdə? Allahın işidir. Nə bilim, nədir deyə başından eləyib getməkdənsə, yaxşı tikilməyən binalara, gərgin ola biləcək sürüşmə zonalara diqqət yetirib, olacaq ehtimal eləyən yer sürüşmələri, sellər, böyük zəlzələlər barəsində necə qabağını almaq lazımdır, düşünmək lazımdır. Güclü hissləri olan, özünü sübut edən insanını boş şeydir deyə üstünə çamur atmaq o qədər də yaxşı bir şey deyil. Baş verəndə bir şeylər təsadüfi haldır deyib keçirsiniz. Mən yenə də deyirəm, inşallah Azərbaycanda savaş falan belə bir şey heç nə olmayacaq, belə bir şey hiss etmirəm. Türkiyə ordusu düzdür savaşa girəcəyini görürəm. Hansısa bir ölkə üzərindən falan artıq bu barədə danışıqlar gedir, çünki mən bunu çoxdan demişdim. Artıq bunun ipuçları var. İran neçə illərdir deyirdim. İranın keçmiş 12 günün savaşına qədər də demişdim. İran sancıyacağı, İran nə bilim nə. Müvəqqəti olaraq İranın savaşı saxladığını və gerçəkləşəcəyini ki, bu gərgin olan bir dövrdə 3-cü Dünya Savaşı olsa da hal-hazır ki bu 2026-cı ildə Azərbaycan üçün savaş barədə heç bir qorxulucu bir şey gözlənilmir. Olacaqsa təbii fəlakətlərdən nəsə ola bilər. Həm dünyada bu təbii fəlakətlər çox olacaq, həm də bunun azdan çoxdan Azərbaycana ziyan ola bilər. Mən 2026-cı ildə imminə zəlzələ olacaq demirəm. Mən sadəcə zəlzələlərin tarixini deyə bilmirəm. 8 rəqəmi görsənir. 8 rəqəm özünü doğruldan bir zəlzələ içində bir rəqəm. 8 olaraq nə vaxtsa bu olacağını yaxın illərdə, aylarda, günlərdə belə bir şey hiss edirəm. Amma dünyanın bir çox bölgələrində zəlzələlər çox olacaq. Həddindən artıq. Adi bugün savaşlar olmayanda dedim ki 3-cü Dünya Savaşı, çoxlu savaşlar olacaq deyəndə deyirdiniz hər şey hər zaman savaşlar olub da. Bu cür dönəmə gəlmiş bir vəziyyət olmuşdu. Artıq dünyanın hər bir ölkə savaş içində olmağından qorxur. Elə bir vəziyyət yaranıbdır. Getdikcə də bu ölkələr, savaşlar çoxalır. Bunu mən 10 il bundan əvvəl dedim. 2025-ci ildən sağ-salamat çıxsa heç bir şey olmaz. Okey, mən tarixi səhv deyə bilərəm. Tarixdə yanıla bilərəm. Amma dedik şeylər ardıcıl olaraq yaşamırıq. Düz gəlmirmi? Dediyi hər bir proses axıra doğru düz gəlmirmi? O yüzden əziz gözəl dostlarımız, bunu nəyisə, kimisə qorxutmaq üçün yox, sadəcə olaraq zəlzələlərdən, büyük sellərdən qorumaq yollarını axtarmalı. Həmən o zəlzələlərin baş verəcək aparatlara baxanlar, fövqəladə, bu hamısı durub kimisə pislətdirməklə, hansısa ekstrasenslərin evinə gedənlərin videolar fake çəkərək, ekstrasenslərin başına oyun açmaq üçün bir hər hansı oyun, hər hansı PR aparmaqdansa dediyi düzgün şeyləri də qoy ortalığa çıxardın da. Qoy onlara da ki, sizin siyasətçilər, politoloqlar deyilmi 24 günə, yaya, payızda Ukrayna savaşı bitəcək deyən. Onların dedikləri düz çıxmadı. Bugünkü gündə onlar efirlərə çıxardırsınız. Onlardan rəylər soruşursunuz. Bir dəfə də olsa bu 3-cü Dünya Savaşa qədər gəlib çıxacaq. Bu savaş bitən deyil. Ukrayna-Rusiya savaş büyük bir savaş, büyük bir canlar alacaq deyən ilk o insan Nadim olaraq bir dəfə də olsa siz məndən rəy olaraq sarışmadınız ki, Nadim, sən onu demişdin. Bizim politoloqlar, deputat, bu hamısı savaşın başladığı illərdə yaxın bir müddətdə bitəcəyi demişdin. Qarabağ savaşın hətta 45 gün keçəcəyini 44 gündə bitdi. Görmüş bir adam. Nətər siz mənə şər ata bilərsiniz ki? Nətər sizin, okeydə mən sustum, danışmadım, öldüm, öldürdü, tutdu, bastı, bundan düzələcəkmi işlərimiz? Bəs mənim dedikləri baş vermiş və sonrakiləri baş verəndə hansı üzlə çıxıb burada siz deyəcəksiniz ki, əşi, bu belədir deyə. Mən sadəcə hisslərimi deyirəm. Dünyanın Vangası da, Nostradamus da öz hissləri deyib və onun hüququ, haqqı olub ki,
qanuni cəhətdən onun hissləri izah. Kim istəyir qulaq asar, istəməyən də eləməz. Sağ olun.